Güllər açıldı, bülbüllər ötdü. Harda qaldın gözəl, yarım qaldın harda. Deyirlər məndən üz döndərmisən. Mən bu sözlərə inanmaram. Elə biz də inanmadıq. Bu balaca oğlanın İnanmaram mahnısını bu qədər hiss edərək oxumasına. O mahnı ki, hamımızın yaddaşına unudulmaz sənətkar Şövkət Ələkbərovanın ifasında həkk olunub. İndi isə Raul oxuyur. Eşqlə, sevgi ilə və özünə məxsus tərzdə. O gözlərdən, o gözlərdən küsərəmmi, küsərəmmi. Ayrılığa, ayrılığa dözərəmmi, dözərəmmi. Yarın həsrətinə dözərəm hər an. Ay sən nə bilirsən yar nə? Bilmir, amma musiqinin həyatı olduğunun yaxşı fərqindədir. Bu günlərdə sosial şəbəkələrdə məşhur olan balaca ifaçı Raul Hüseynov bizə sənətini necə sevdiyindən bəhs edir. Mən də özümdən oxumuram da, yəni birdən-birə mənə o şey gəlir. Həvəs gələndə belə oxuyuram. Yəni ürəkdən oxuyuram da. Dərslərim də yaxşıdır. Amma ki, musiqi mənə özünə çox cəlb edir. Musiqi elə mənim də elə həyatımdır. Çünki musiqi, yenə də deyirəm, mənə özünə çox cəlb edir. 11 yaşı var Raulun, 4-cü sinif şagirdidir. 2 ildir əməkdar artist Aybəniz Haşimovadan musiqi təhsili alır. Raul çox istedadlıdır, Raul çox duyğu dolu bir insandır. Yaşı çox gənc olsa da Raul çox dərin hiss edir musiqini və musiqini dərindən hiss etmək, onu bu qədər ürəkdən, bütün ruhuyla ifa etmək o çox gözəl bir işdir və o qabiliyyət hər adamda olmur. Və mən inanıram ki, Raul yaxın gələcəkdə çox gözəl töhfələr verəcək Azərbaycan musiqisinə. Qeyd edək ki, Bakıda yaşayan balaca ifaçının başqa videoları da sosial şəbəkələrdə izləyicilər tərəfindən maraqla qarşılanır. Nigar Polad, Cəfər Qasımov, Aytən Fehruz, Xəzər xəbər. Sən mən yaman sevirəm, ürəkdən canan sevirəm. Mənə gəl eylə vəfaya, aşiqə etmə cəfaya.